Əgər biz düz olsaydıq, əgər biz günah etməsəydik və yaxşı olsaydıq, təbii ki, İmam-ı Zaman ağamızla, zamanənin imamı ilə ünsiyyət tapıb görüşüb, onunla bərabər inşallah oturub durub söhbət edərdik. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve accil li veliyyikel ferac ve afiyete ve nasr. Salam əziz Mehdi sevərlər, Əhl-i Beyt dostları, İmam Mehdini aşiqanə gözləyənlər və onun görüşünə aşiqanə eşq bəsləyənlər. Allah Teala bizlərə o şərafəti, o saadəti qismət etsin ki, inşallah bir gün, bir zaman Həzrət İmamımızla görüşək, onun görüşünə nail olaq inşallah və huzur-i şərifinə müşərrəf olaq. Allah bu neməti bizlərdən məhrum etməsin və götürməsin. İnşallah bu bir arzudur. Amma bu arzunun gerçəkləşməsi bizim öz əlimizdədir. Təbii ki, Allahın istəyi ilə. Əziz dostlar, İmam Mehdi sahibi zaman əleyhissalamın ünvanı hardadır deyə sual ediblər. Böyük alimlərdən və alimlərimizdən biri olan Allah rəhmətinə getmiş Ayətullah Həsənzadə Amili cənablarına bir gün bir nəfər sual edir ki, ey böyük arif alim, Rəbbani alim, bir sualım var. Deyir, ağa, İmam-ı Zaman ağanın adresi, ünvanı harada yerləşir? Yəni, onu necə tapmaq olar? Onun məkanı haradadır? Ağa arifanə olaraq ona bir gözəl cavab verir. Ağa buyurur ki, İmam-ı Zaman ağanın məkanı, onun ünvanı Qur'anın Qəmər surəsinin 55-ci ayəsindədir. Bu cavab o kişini heyrətləndirir. Buyurur ki, orada nə deyir ki, ağa? Buyurur, fi məq'adi sidqin ində məlikin muqtədir. Ayənin məzmununda budur ki, yəni İmam gətirir, imama çıxarır. Deyir, Allahın özü sədaqətli insanların və bəndələrinin yanındadır. Allahın özünün məqamı və yeri, caigahı. Ya Allah-u Teala'nın Quran ayəsində o bir padşahdır ki, yeri göyü idarə edən bir padşahdır ki, onun caigahı, onun yeri ki, o bəlli deyil, Allah laməkandır, ancaq onun yeri sədaqətli, vəfalı mümin bir bəndənin qəlbindədir, onun yanındadır. Bu bir məcazi bir mənadır, simvolik bir mənadır. Və Allah demək istəyir ki, ey mənim bəndələrim, əgər düz olsunuz, dürüst olsunuz, sədaqətli olsunuz, vəfalı olsunuz, elə məni qəlbinizdə tapmış olarsınız. Mənim də yerim elə sizin qəlbinizdə olar. Və bugün İmam Zaman da Allaha bağlı bir insandır. İmam tanımaq, Allahı tanımaq deməkdir. İmama bağlanmaq, Allaha bağlanmaq. Çünki onlar Allahın bağlılıq vəsiləsidir. Allah Teala'ya yetişdirən bizi ipdir, kəndirdir. وَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَ. Allah Quranda buyurur, Maidə 35-də ki, ona qarşı Allaha tərəf vəsilə axtarın, yəni vasitə axtarın. Necə yetişmək lazımdır Allah Teala'ya? Əlbəttə ki, məsum imamlarımız bu vasitələrdən biridir. Və Allah buyurur ki, Allahın ipindən möhkəm yapışın. وَاَعْتَنْسِمُوا بِحَبْلِ اللّٰهِ وَلَا تَفَرَّقُوا. Allahın ipindən möhkəm. Allahın ipi isə ülvətül vusqadır. Ayət-ül Kürsüdə deyildiyi kimi, fəqəd istəmsəkə bil ülvətül vusqa ki, Allah-u Teala ayət-ül Kürsüdə buyurur. Yəni, möhkəm ipdən yapışanlar və bunlar bəli nicat tapanlardır. Təbii ki, o möhkəm ipdə hədislərdə deyildiyi kimi Əhl-i Beyt əleyhissalamlardır. Və bu gün də o möhkəm ipin son nümayəndəsi və deyək ki, axırıncı ucu və sonu İmam Mehdi Allahu Teala fərəcəhu şərifdir. Allahın hüccəti Hüccətül Həsən əleyhissalatu vəssalamdır. Və biz əgər onu tapa bilsək, onu öz qəlbimizdə yerləşdirə bilsək, öz ruhumuzda yerləşdirə bilsək, necə yerləşdirə bilərik? Ondan sinxiyyət tapmaqla onu yerləşdirə bilərik. Sinxiyyət isə ünsiyyət deməkdir, müvafiqiyyət deməkdir. Əgər biz imamın həyatı ilə, onun əməlləri ilə, rəftarı ilə müvafiqiyyət tapa bilsək, ittifaq tapa bilsək, ünsiyyət tapa bilsək, təbii ki, imamla görüşəcəyik, imamla da oturacağıq, duracağıq, gəzəcəyik, söhbət edəcəyik. Amma bizim əməllərimiz başqa olsa, imamın təbii ki, özü başqadır, imam başqa bir aləmdir. Biz öz əməllərimizlə imama yad olsaq, biz o öz əməllərimizlə İmam əleyhissalamın yolunu getməsək, ona tabi olmasaq, düzgün sədaqət göstərməsək, düzgün vəfa göstərməsək, təbii ki, biz imamla heç zaman görüşə bilməyəcəyik mütəəssifanə. Onun üçün ən gözəl vasitə sidq-ü səfadır. Sidq-ü səfa isə təkcə dini məsələlərdə, yəni bugün dediyimiz kimi namazda, orucda görsənmir. Sidq-ü səfa həyat boyu bizim bütün əhatəmizdədir. Sidq-ü səfa məsələsi çox ciddi bir məsələdir. Bu məsələ insanı təmiz saxlayan, pak saxlayan amildir. Məsələn, ata ilə bala arasında, qızı ilə anası arasında, məsələn, işçi ilə müdir arasında, həmçinin əksinə müdir ilə işçi arasında, o eyni zamanda gəlinlə qaynana arasında, qaynat arasında, ya qaynata qaynana gəlinlə münasibətlərdə,
və yaxud da ustad müəllimi ilə, müəllim ustadı ilə münasibətlərdə, şagird öz müəllimi ilə, müəllim öz şagirdi ilə, yəni rəftarında bütün yerlərdə sidq və səfa olmalıdır. Sədaqət olmalıdır, yalan olmamalıdır, fırıldaq olmamalıdır, məkr hilə olmamalıdır. Əgər məkr hilə, yalan, fırıldaq olsa, sidq və səfa aradan gedər və İmam-ı Zaman ağanın ünvanı yaddan çıxar, ünvanı itirirlər. Heç kəs o ünvanı tapa bilməz. Əgər sən istəyirsən İmam Zamanı tapasan, onunla görüşəsən, onunla bərabər yol gedəsən, söhbət edəsən, ondan nəsə faydalanasan, gərək ki, onun kimi olasan, ona oxşayasan, öz imamına oxşayasan. Öz imama oxşamağın da əsas səbəbləri düzgünlük və dürüstlükdür. Çox ibadət etmək, çox namaz qılmaq, çox dua eləmək, bunlar şərtlərdəndirsə də birinci şərtlərdən deyil, sonraki şərtlərdəndir. Amma birinci şərt öz bildiyi və əməl etmək, günah etməmək, dürüst olmaqdır, yalancı olmamaqdır. Yəni zahirdə olduğun kimi batində də o cür olmalısan. Batınınla zahir eyni olmalıdır. Buna siddiqin məqamı deyirlər. Siddiqlər yəni həm içdən, həm çöldən eyni olanlar. Əgər içindən çölün fərqlidirsə, sən siddiq sayıla bilməsən. Bugün siddiq olmasan, siddiq-i əkbər olan İmam-ı Zamanı görə bilməyəcəksən və onunla dostluq edə bilməyəcəksən, mütəəssifanə. Ancaq arzular edəcəksən, arzulayacaqsan, arzularla da bu dünyadan gedəcəksən. Ona görə də çalışaq inşallah, Allah bizə nəsib etsin. Bu yolda sədaqət tapaq, vəfalı olaq, dost dostla vəfalı olsun, qardaş qardaşla vəfalı olsun və hamı bir-birinə qarşı mehriban olsun, xəyanət etməsin, sevgililər də, sevənlər də, ailə də, kişi də, qadın da, dost da, tanış da bir-birinə sədaqət göstərsin, həqiqi mənada vəfa göstərsin, riyakarlıq etməsin, xalisanə bir yerdə yaşasınlar, mehriban olsunlar və xəyanət etməsinlər. Bu cür yaşasalar imam gələcək özü onlarla görüşməyə. Özü imam buyurub ki, siz düz olsunuz, yaxşı olsunuz, biz özümüz sizi axtar tapacağıq. Çünki biz onları axtarmanlar ola bizim görürlər. Bizim bütün əməllərimiz onların qarşısında açıq-aşkardır. Necə Quranda Allah buyurur ki, nə edirsiniz edin, Allah və Peyğəmbəri və möminlər sizi görürlər. Möminlərdən məqsəd birinci mistaq elə məsumlardır ki, onun da son nümayəndəsi İmam-ı Zamandır ki, hal-hazırda yaşayır və sağdır. O bizim əməllərimizi müşahidə edir. Allahın izni ilə təbii ki. Və o bizi görür, bilir. Hər cümə günü bizim əməllərimiz ona təqdim olunur. Allah bizi bağışlasın ki, biz bəzən bilmədən də və bilərəkdən də imamımızı qəlbinə dağlayırıq. Əgər biz düz olsaydıq, əgər biz günah etməsəydik və yaxşı olsaydıq, təbii ki, İmam-ı Zaman ağamızla, zamanənin imamı ilə ünsiyyət tapıb görüşüb, onunla bərabər inşallah oturub durub söhbət edərdik. Mütəəssifanə bu işə nail olmadıq, amma Allahdan arzu edirik ki, bu tövfiqatı bizdən almasın. Bir daha inşallah çalışaq, onun yolunu əziyyət çəkək ki, ağamızla görüşməyə nail olaq inşallah. Vəsselamu aleykum və rəhmətullahi və barakatuhu.